Səhər saatlarında qızılın sürətli qalxması və yeni rekord maksimum səviyyəsi təbii ki, bu gözlənilməz deyildi. Hamı gözləyirdi. Yəni hamı deyir ki, qalxacaq. Yəni istənilən bir rəqəmi söyləyin qızıl haqqında. Həmin rəqəm gecə yatdı, səhər durdu, həmin rəqəmdir. Təbii ki, biz 4390'ları nəzərdə çatdırmışdıq. Bu nöqtə tamamlandı və bugün nələr baş verəcək? Növbəti hədəflər hansı olacaq? Növbəti hədəflər 4554'ler ve 4729'lar ve 4731'ler hələ ki. Bugün nələr baş verəcək? Cümə günü, cümənizdən mübarək olsun. Bugün qızıl haqqında yaxın oturun, yəni ətrafı məlumat verin. Bugün yenidən bu nöqtədən yuxarıda formalaşar mı, yoxsa yox? Gündəlik isə 99 dolları, səhər saatlarında 99 dollar qalxdı, 99 dollar endi və yenidən 99 dollar qalxdı. Yəni bu demək olar ki, gündəlik missiya tamamlanır və burada üçbucaq yaradacaq və üçbucaqdan sonra hansı nöqtələr sizin üçün maraqlı olacaq? Yəni 4379'ları nəzərdə saxlayın. Aşağıdakı orta bir rəqəm özü üçün çıxardın. Bu 4342 və 40'lardır. 4242 və 4240'lar. Aşağıdakı hədəf isə 4305'lərdir. Ondan yuxarıdakı hədəf isə 4328'lər və 4342'den yuxarıdakı hədəf isə 4363'lər. Bu nöqtələri mütləq qeydə alın və bir də nəzər çatdırın. Sadəcə olaraq, yəni 3 bucağı siz çəkin, 3 bucaqdan sonra hədəflər, yəni 3 bucağın hansı nöqtələrdən keçirməlisiniz? Yəni bugünün minimumundan və bugünün maksimumundan bir 3 bucaq çəkin və bu dediyimiz nöqtələr ki var, yəni yuxarıda birinci hədəf, yəni 4379, ondan aşağı 4363 və orta 0-cı xətt 4342, yəni 4340'lar və ondan aşağıdakı 4328 və ondan aşağıdakı hədəf 4305'lər. Bu nöqtələri nəzər çatın, yəni xətləri atın və bugün bu nöqtələr çox güman ki, bu nöqtələr arasında hərəkət edəcək. Və təbii ki, 4382'den yuxarı forması yeni bir maksimuma imza atmağı gözlənilir. Keçək biz Bitcoin'ə. Bitcoin'də nələr olacaq? Yəni Bitcoin, bildiyiniz kimi biz geçen dəfə söhbət etmişdik ki, 108'den aşağıda forma çox qorxulu bir nöqtədə. Aşağıda forması da 102'ye rahat bir şəkildə gələr. Demək olar ki, 108'den bugün geçib aşağı, amma əgər bugün qiymət 115-700'lərdən yuxarıda formalaşmasa, qalmasa, yəni çox çətin bir vəziyyətdə qalacaq. 102'lərə qədər, hətta 100'lərə qədər enməsi gözlənilir. Keçək biz neftə, yəni təbii ki, söhbət Brent Oil Future Spotlardan gedir. Yəni bu dünən satış əməliyyatları ilə yaddaşlarda qaldı, satış əməliyyatları nəzərə çatdırmışdı və gündəlik missiya 1 dollar 86 sentdir. Və nəzər çatdırıq ki, dünən satış əməliyyatları ilə sürətlə aşağı doğru istiqamətlə davam etdirdi və qiymət 60-76'lara qədər gəldi. Bugün alış əməliyyatları 61-50'lərdən, satışlar isə 60-90'lardan gözlənilir. Təbii ki, bu bizim fikrimizdir, qərar sizin özünüzdür. Və Euro dollar rəqabətinə gəldidə isə gündəlik missiya 634 pipsi və dünən biz yeni maksimumları, hədəfləri nəzər çatdırmışdıq və eyni zamanda demişdik ki, aşağı korreksiyadan sonra yenidən yuxarı istiqamət alacaq. Elə də oldu və yuxarıdakı hədəfləri nəzər çatdırım. Euro dolarda 1.17830'lardır hələlik bu qiymətdir və satış əməliyyatları 1.169'dur. Digər cütlüklərdən euro dollardan sonra funt dollar gəlir. Təbii ki, bu da traderlər üçün maraqlıdır və hədəflər dünən də funt haqqında söhbət açdı. Aşağı korreksiyadan sonra yuxarı doğru istiqaməti eləcə də oldu. Bugün hədəflər, yuxarıdakı hədəflər 1.35-280'ləri göstərir. Satış əməliyyatları üçün isə 1.34-200'lərdir. Gündəlik missiya 836 pipsdir. Eyni zamanda euro dolları, funt dollarla bərabər bunlar qalxırsa, dollar, frank, dollar, Yapon yeni enməyə doğru istiqamət alır. Biz short videolarda nəzərdə çatdırarıq bu haqda. Keçək Nasdaq, S&P, Dow Jones, DAX, yəni dünən demişdik ki, qalxacaq. Təbii ki, qalxdı, ondan sonra endi. Qalxmalar, yəni bay əməliyyatlarıyla yaddaşlarda qaldı və ondan sonra düşüşlər oldu. Hal-hazırdakı vəziyyətdə korreksiyalar məruz qalıb hər dördü və satış əməliyyatları Nasdaqda
24.476, alışlar isə 24.635-lərdir. S&P-də satışlar 6.595-lər, alışlar isə 6.647-lər. Dow Jones-da isə satışlar 45.765 və alışlar isə 46.105-lərdir. Və DAX-a gəldikdə isə satışlar 23.952, alışlar isə 24.002-lərdir. Yəni biz nə üçün bugün məhz satışları, yəni cümə günüdür, eyni zamanda qızılın da enməsi yerli satılan saat 10-dan, 11-dən sonra aşağı sürətli korreksiyası gözlənilir. Yəni qızıl haqqında nə deyə bilərəm? Qızıl haqqında yəni korreksiyalar, bütün traderlər korreksiyalar gözləyir və elə bir anidən sürətli bir eniş olacaq ki, amma çox təəssüflər olsun ki, demək olar ki, bazarın 95%, 96%, hətta 99%-i bu korreksiyanı tuta bilməz. Hamının bay gözlədiyi halda sürətli bir, gözlənilməz, yəni fantastik bir enişlə yaddaşlarına qalacaq qızıl. Belə əzizlərim, inşallah görüşmək ümidət, cümənizdən mübarək olsun, sağ olun.